Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti xəttlərin ayrılması üzrə daha bir uğurlu işə imza atıb. Bu gündən etibarən yaşıl xətt üzrə Dərnəgül deposu istifadəyə verilir. Hal-hazırda Bakı Metropolitenində xətlərin ayrılması kimi xüsusi əhəmiyyət kəsb edən layihənin icrasına başlanmışdır. İlkin olaraq yaşıl xəttin deposu olacaq Dərnəgül deposunun inşasına başlanmışdır. Qeyd olunan inşa dövrü ərzində Dərnəgül deposunda yol infrastrukturunun tikintisi, mühəndis texnik qurğuların tikintisinə başlanmış, həmçinin qatarların təmir və baxışı üçün nəzərdə tutulmuş təmir qanovlarının inşasına həyata keçirilmişdir. Hazırda ümumilikdə Dərnəgül deposunda 25 qanov istismara veriləcək. Hazırda onlardan 12 qanov istismara verilmişdir. Yəni bu qanovlarda artıq təmir müddətində, hansı ki qeyd etdiyimiz 11 ay müddətindəki xəttlərin yaşıl və qırmızı xəttlərin ayrılması nəzərdə tutulur. Bu müddət ərzində qatarların təmir işləri məhz bu 12 qanovda həyata keçiriləcək.